Ya Allah, dostlar, inşallah kısa bir vaxtda İbrahim, Bəli. kısa bir vaxtda belə səliqəli ev satışa çıxacaq Allahın Kısa köməyi bir ilə. vaxtda sizi bağışlayacağım sözünü, bax burada başlayır. Sizi başlayacaq. Başlayacağım, sizi bağışlayacağım. Sevgiləri, küsürləri bağışlayacağım. Ən bax özəli budur. Mehribançılıq gözəlliyidir. Çin gəlib özləri, olsun bir həftə işləri qalır. İçində təmir işi gedir deyə evin için çəkib, yəni tanış edəməyəcəyik. Amma evin aşağısı var ha, çox gözəl sərin. Həqiqətən. Deyirəm yayda yay mətbəxti də yığırsan ora. 2 dənə maşındır, rahat daxil olur. Demək o başda qoyur. Qəşəng. Maşallah hündür evdir. Ev küçədən 3-cü ev. Babək, altı qarad olsa da, yəni hündürdür ya. Mən boyunu dirəşdaqdır, əlinə var. Təmir edib 2 ailənin də yaşaya biləcəyi bir evdir. 2 ailə nə edirsən? 2 ailə yuxarı yaşayır qardaş. Bunda bir kirayə var. Ayda 300-400 manat qazan, 500 manat. Bu da bir kirayə var. Düzdür atam, düzdür. Dostlar, Qiyməti nə idi bunun? qiymət olaraq, Babək, qiymət olaraq inşallah tam hazır vəziyyətdə 128 mindən. Yox, 150 yox. 128 min manatdan. 150 min qiyməti var. Ha, yox, 150 yox, 128 min manatdan inşallah satışa çıxacaq. İnşallah endirim də olacaq. 4 otaqdan ibarətdir. 4 otaq, 1 mətbəx, koridor, hamam ayağı yuxarıda yerləşir. Birinci mərtəbə də deyərəm elədir, amma təmir edib Kusadır. paket qupur. Ha, ipoteka yarıyır. Yarıyır, bəli. Göstərərək bankə. Bax bu evin alt mərtəbəsini görürsən. Aha. Hamısı qoşadaşdır. Qoşadaş da, ara kəsmələri də qoşadaşdır. Qoşadı, amma ara kəsmələr də qoşadaşdır. Bəli. Katlaman betonu, kəmər hamısını yüksək. Betonu, kəməri, fundamentin, nə bilim, hər şey qaydasında. Ünvanımız da ki, haraydı Məhəmmədli idi. Məhəmmədli qəsəbəsi. Avtomobilin Məhəmmədli qəsəbəsinin düz girişi, sürət qatarının yanında. Nə gözəl, nə qəşəng. Neymişsən maşını? O qaldı maşın qarajında. Sürətin bilirsən qatarı 28-ə girirsən qarajında. Sürət qatarıyla rahat gedişi bir qayda. Bu binada yaşayanlar valla maşın sürmürlər. Tozlar və maşınlar. Bəli. Elə bir Dubayda sonra girəndə. Qəşəng. Ancaq Babək, həqiqətən səliqəli ev eşik ya. Allah hər kəsə belə gözəl ev qismət eləsin inşallah. Görsənir də, bax buna bilən baxanda bilirsən ki, bu insan bu işlə görsə səliqəli işdir. Allah kömək olsun. Əlaqə nömrəmiz səhifəmizdə qeyd olunub. Fikir ziddiliyi varsa mənimlə əlaqə saxlayın. Hər büdcəyə uyğun satışda evlər var. Videonu izlədiyiniz üçün təşəkkürlər. İbrahim. Allah xeyir versin. Allah'tan sıkılır. Bəli.